Salamünsə bir daha. Deməli, bugünsə növbəti readingimiz Şəki ilə bağlıdır. Deməli, gəlin baxaq. Şəki is one of the oldest and most beautiful cities in Azerbaijan. Şəki Azərbaycandakı ən qədim və ən gözəl şəhərlərdən biridir. It is located in the northwestern part of the country and it is famous for its rich history, traditional architecture and natural beauty. O deyir ki, ölkənin deməli şimal-qərb hissəsində yerləşir və bu biçik düşüb və zəngin tarixinə, ənənəvi memarlığına və təbii gözəlliyinə görə is famous, məşhurdur. Deməli, burada fikir verirsiniz nəyə? Famous for-la işlənir. Və davam edirik. For centuries, əsrlərlə Şəki was an important spot on the Silk Route where merchants from different countries traded silk, spices and other valuable goods. Burada spot elə bilin ki, vacib nöqtə idi. Merchant tacir deməkdir. Silk ipək deməkdir, bilirsiniz. Trade ticarətlə məşğul olmaq, ticarət. Spices də ədviyyatlar. Baxırıq. Şəki deyir ki, ipək yolları üzərində, əsrlərlə Şəki ipək yollarının üzərində vacib nöqtə idi və buradan müxtəlif tacirlər ipək ticarətindən məşğul olurdular. Yəni, buradan öz ölkələrinə ipək aparırdılar. Eyni zamanda nə aparırdılar? Ədviyyatlar və dəyərli mallar aparırdılar. Deməli, biz tarix keçəndə də həmişə bizə müəllim deyirdi ki, yəni Şəkinin bu qədər məşhur olmasının səbəbi nə idi? Onun ticarət yollarının üzərində yerləşməsi idi. Ticarət yolunun üzərində yerləşmək nə deməkdir? Yəni ki, artıq orada onu alış-veriş mərkəzi eləyirdi də, artıq tacirlər oradan alış-veriş edirdilər. Və onu da deyim ki, Şəkinin qədim adı nə olub? Ay uşaqlar, tarixdən keçərsiniz, Nuxa. Özümün tələbəliyim, o şagird olduğum dönəm yadıma düşdü, tarix oxuduğum vaxtlar. Deməli, baxırıq nəyə? As a result, nəticədə, the city became a center of culture, craftsmanship and commerce. Və nəticədə deməli, bu şəhər deməli, mədəniyyətin, əl işinin, belə deyək, əl sənətinin və ticarətin, commerce, ticarətin mərkəzi oldu. One of the Şəki's most remarkable landmarks is the Şəki Xan's Palace. Şəkinin deyir, ən nəzərə çarpan, möhtəşəm mənzərələrindən biri də Şəki Xan sarayıdır. It was built in 1762 as the summer residence of Şəki Xans. O, 1762-ci ildə Şəki xanlarının yay iqamətgahı kimi tikilibdir. Yəni, onu Şəki xanlarının yayda gedib istirahət edəcəkləri bir iqamətgah kimi tikiblər. The palace is well known for its colorful stained glass windows called şəbəkə, which were made without using nails or glue. Və burada deyir ki, bu saray, palace, saray, deməli, öz rəngarəng, deməli, bəzəkli şüşə pəncərələrinə görə məşhur idi. Hansı ki, bu şüşə pəncərələrin adı şəbəkə adlanırdı. Həmin bu şəbəkə adlanan rəngli, yəni bəzəkli şüşə pəncərələrinə görə məşhur idi. Hansı ki, burada da həmin onu da hazırlamaq üçün nədir? Mismar, yəni həmin o da mismarsız və yapışqansız hazırlanmışdı. Yəni həmin o şüşə, hansı ki, bəzəkli şüşə pəncərələri mismarsız və yapışqansız hazırlanıbdır və həmin onun da adı şəbəkə adlanır. The walls and ceilings are decorated with beautiful paintings or flowers, birds, hunting scenes and geometric patterns. Deyir ki, onun divarları və tavanları deməli, gözəl gül şəkillərindən, quşların şəkillərindən, ov səhnələrinin şəkillərindən və geometrik naxışlarla deməli, yəni geometri, yəni həndəsi naxışlarla bəzənmişdi. Decorated with bəzənmişdi, dekorasiya olunmuşdu. These artistic details demonstrate the high level of craftsmanship of Azerbaycan artists in the 18th century. Bu deyir, detallar, deməli,
incəsənət detalları Azərbaycan 18-ci əsrdə Azərbaycan rəssamlarının əl işlərinin necə də bir yüksək səviyyədə olmasını demonstrate eləyir, nümayiş etdirir. In 2019, 2019-cu ildə The Historic Center of Şəki, Şəkinin tarixi mərkəzi together with the Şəki Xans Palace və Şəki Xan Sarayı was included in the UNESCO's World Heritage List because of its outstanding cultural and historical value. Deməli, 2019-cu ildə Şəki Xan Sarayı və bu Şəkinin tarixi mərkəzi UNESCO-nun Dünya İrsi siyahısına deməli daxil edildi. Nəyə görə daxil edildi? Özünün məşhur mədəni və tarixi dəyərinə görə. Today, bugün, thousands of local and foreign tourists visit Şəki every year to admire its historical monuments, taste its famous sweet called Şəki halva, and learn more about Azerbaijan's traditions. Bugün minlərlə yerli və xarici turistlər hər il Şəkiyə səfər edirlər və onun tarixi abidələrinə, məşhur Şəki paxlavası adlanan şirniyyatının dadına baxırlar ona və heyran olurlar və Azərbaycanın ənənələri haqqında daha çox öyrənirlər. The city successfully preserves its unique atmosphere while welcoming visitors from around the world. Bu deyir şəhər, deməli dünya ətrafından gələn bu virus, yəni turistlər də gələrkən deməli öz nadir atmosferasını qoruyub saxlayır. Yəni müvəffəqiyyətlə qoruyub saxlayır. Bu demək ki, yəni turistlər gələ bilər, amma Şəki öz gözəlliyini yenə də qoruyub saxlayır. Şəki remains one of the country's most valuable cultural treasures and an excellent example of Azerbaijan's rich historical heritage. Və Şəki deməli ölkənin ən dəyərli mədəni deməli xəzinələrindən, treasure xəzinələrindən biri kimi qalır. Eyni zamanda da Azərbaycanın zəngin tarixi irsinin bir nümunəsi kimi, ən mükəmməl bir nümunəsi kimi qalır. Yəni ki, belə deyirik. Azərbaycanın zəngin mədəni irsi eyni zamanda zəngin tarixi irslərinin bir nümunəsi kimi qalmağa davam edir. İndi baxırıq suallarımıza. Birinci sualda. Why did Şəki become an important city in the past? Deyir, keçmişdə Şəki niyə deyir vacib şəhər oldu? Çünki İpək yolunun üzərində yerləşirdi. Cavab B bəndidir. It was an important spot on the Silk Road. Baxırıq 2. What makes the Şəki Xans Palace specially famous? Şəki Xan Sarayını xüsusilə məşhur eləyən nə idi? It has colorful şəbəkə windows and made without nails or glue. Yəni onun mismarsız və yapışqansız hazırlanan rəngarəng şəbəkə pəncərələri idi onu məşhur eləyən. Sonra baxırıq 3. What is the main purpose of the passage? Mətnin əsas məqsədi nədir? Yəni əsas nədən danışır, məzmunu nədir? To describe the history and cultural importance of Şəki and Şəki Xans Palace. Düzdür. Bu birisinə deyir ki, məsəl üçün to explain how silk is produced. İzah eləsin ki, ipək necə istehsal olunur, yanlışdır. To compare Şəki with other world cities. Şəkini digər dünya şəhərlərindən müqayisə edir, yanlışdır. To advertise hotels in Şəki. Şəkidəki otelləri elan edir, yanlışdır. True false-a baxırıq. Şəki was an important spot on Silk Road. İpək yolu üzərində ən məşhur şəhərlərdən vacib bir nöqtə idi. Doğrudur, true. 2-yə baxıram. The Şəki Xans Palace was built as a summer residence. True. Şəki Xan Sarayı deyir, yay iqamətgah kimi tikilib. The şəbəkə windows were made with nails and glue. Deyir ki, şəbəkə pəncərələri mismarla və qulu yapışqanla hazırlanıb, yanlışdır. O əksinə deyir ki, onlardan istifadə edilməyib. The historic center of Şəki and Şəki Xans Palace became a UNESCO's World Heritage Site in 2019-da daxil edilibdir. Deyir ki, Şəki Xan Sarayı və Şəki UNESCO-nun Dünya
irsi siyahısına 2009'da daxil edilib, amma burada 2019 olmalıdır. Baxın, burada da qeyd olunubdur 2019. Ona görə bu da olur false. 4-4-də də false götürürük. Burada deməli gəlin baxaq. Industrial city, sənaye şəhəri. Airport, havalimanı bilirsiniz. Sonra vacib bir nöqtədə yerləşirdi. Burada deyir ki, it was the capital of Azərbaycan, Azərbaycan kapitalı idi. Paytaxt idi, yanlışdır. Deyir ki, onun böyük bir aeroportu var, yanlışdır. Ən böyük sənaye şəhəri idi, bu da ola bilməz. Vacib nöqtədə yerləşirdi. Burada nə demək istəyirdim sizə? Mən marble bilirsiniz nə deməkdir uşaqlar? Mərmər. It is completely made of marble. O deyir, tamamilə mərmərdən hazırlanıb, yanlışdır. Deməli, it was built by foreign architects. Xarici memarlar tərəfindən tikilib, yanlışdır. Məşhur eləyən də elə budur. Bunu demişik, vəsə.